Yaxşı. Qoplu 2019 Sucağın sahəsi 61-dən sonraki suallarımızda. 61 bucaqlı üst bucaqda şəkili çəkək uşaqlar. Deməli, B-dir, A-dir. Deyir ki, B bucağı 90 dərəcədir, A bucağı 60 dərəcədir. Məsələn ki, bura 30-dur da heç əlavə şərtə baxmaq. BC də 4 kök altda 3'dür. 4 kök altda 3'dür. B düz bucaq təpəsindən BK medianı çəkilmişdir. Bu da K-dır. Şuralar, hipotezdə çəkilən medianın hansı hissəsi var? Hipotezin yarısıdır. Bəli, BK medianı çəkilmişdir. ABK üçbucağın sahəsini tapır. ABK üçbucağı hansıdır? Onu deyir. Deyir ki, düzbucaqlı üçbucağın sahəsini tapacağıq ABC-ni yarım böləcək də median xassəsindən istifadə. Bu 4 kök altda 3-sə deməli bura 4-dür. Çünki 30, 60, 90 olan bucaqlar da belədir. Onda SABC bərabərdir 4 bura 4 kök altda 3 bölə 2-dir. Bu da neçə edir? 8 kök altda 3. Onda SABK da SABC-nin yarısıdır uşaqlar. O da 4 kök altda 3 edir. Y. 63-ə baxın. 63 belədir. Oturacağı 8 olan bərabər yanlı 2 bucaqlı 3 bucaq radiusu 5 olan çevrə daxilinə çəkilmişdir. Görək bu nədir? Bərabər yanlı. Bu çevrəni çəkin. Oturacağı 8 olan bərabər yanlı 2 bucaqlı 3 bucaq. 2 bucaqlıdırsa deməli mərkəz, çevrənin mərkəzi 3 bucağın daxilində. Hələ bilirsən, anla maraqlanda idealında ki, o tərəfini. Arada bir maraqlanda. 8 olan, oturacaq 8-dir, bərabər yəni 2 bucaqlı 3 bucaqdır. Radiusu da 5 olur, yer də bərabərdir 5-dir. 3 bucağın sahəsini tapır. Radius 5-dirsə, çox maraqlıdır. Bunu nə cür tapa bilərik? Sinuslarla bucağı tapa bilərik, bir variant bu. Sonra bizə nə verəcək? 8-in sinuslar nisbəti bərabərdir 10-adır. Sinuslarda da bərabər 10-8 yoxdur, bizə heç nə verir. Heç nə başqa lazımız yoxdur, belirləyək. Buradan bir dənə perpendikülər edirəm. Mərkəz də bunun üzərindədir. Düzdürmü? Bax, bura O nöqtəsi. Uşaqlar, bax, bura 5-dir. Eləmi? Bura da 5-dir. Düzdür? Radius daxil. Çünki radius 5-dir. Perpendikülər endirəndə oturacağa çəkilmiş perpendikülər həm median, həm tənbülən. Burada 4-dür. Onda bura 3 olur. Düzdür? Onda H nəyə bərabərdir? H bərabərdir 8-dir. Burada 8-dir. A da bərabər 8-dir. S bərabərdir. AH bölə 2-dir. O da 64 bölə 2 elədir 32. Y var. Dedim, bəlkə nəsə maraqlı bir sual olur. Keçirik uşaqlar 65-ə. Görək bu nədir? 65 belə bir şəkildir. ABC'dir düz bucaqlısı. ABC'dir. Y'dir. Belə bir şeydir. A7 də bərabər tərəfli üç bucaqdır. A7 bərabər tərəfli. Yəni, onda bunların üçü də bir-birindən bərabərdir. Çox maraqlıdır. Buranı da işləyir uşaqlar. Buranı da işləyir. Deyir ki, AD 10 olarsa, AD bərabər 10 olarsa, iştirilənmiş sənin sahəsini tapaq da, AD 10-dursa, bərabər tərəfli deyirsən, deməli bu həm median, həm perpendikülər endirsə, həm hündürlük 5-5 bu olacaq. Düzdürmü? 5-dir, 10-dur, AD 10. Burada 5-dir. Yox, əslən, burada 10-dur. Çünki bərabər tərəfli deyir axı.
Üçbucaq. 10, 5, burada 5 kök altında 3 elir. Çünki əgər bu 5-dirsə, katet, bura 30-dur, bura da 60 dərəcəlik bucaqdır. Düzbucağın sahəsində yoxsa ştrixlənmişsən. Ştrixlə bərabər 2 vuraq, 2 vuraq. 5 vuraq, 5 kök altında 3 bölək 2. Çünki düzbucaqlı üçbucaqdan 2 dənədir bir-birinə bərabər. Birini tapıb 2-yə vuraq. Bu isə 25 kök altında 3 var mı? C var. 67'ye baxaq. Görək o nədir? Orada bir dənə düstur var uşaqlar. Mən o çox güman ki, baxmamışam sözünü. O düsturla bağlı bir dənə orada çalışma olacaq. Orada çatanda mən onu sizə deyəcəm. Qabaqlarda. Söhbət 110 bölümünü çalışma. Şimdi 67'ye baxaq. 67 də belə uşaq. Bərabər yanı üçbucağın sahəsi 25'dir. Oturacağına bitişik alfa bucağı olsun. Bu bərabər yanı üçbucaqdır. S üçbucaq bərabərdir 25'dir. Oturacağı bitişik alfa bucağı üçün tangens alfa bərabərdir 4 olarsa üçbucağın oturacağını tapım da tangens alfa nə deməkdir? Buradan bir hündürü yendirirəm. Düzdürmü? Burada olur. Tangens alfa bunun buna nisbətdir. Deməli, bura 4, bura 4K'dır, burada K'dır. Niyə? Çünki alfa qarşıdakı katetin kiçik kateti. Onda burada K'dır. Düzdürmü? Sahəni də verir ki, deməli, oturacaq 2K'dır, hündürlük də 4K'dır. Onda S bərabərdir 2K, bura 4K bölə 2'dir, bu da 4K kvadratı. O da 25'dir, deməli, K bərabərdir 2-də 5'dir. Bizdən də nəyini soruşur? Oturacaq. Oturacaq da 2K'dır, deməli 5'ə bərabər olmalı. Y var ya. Keçirik 69'a. 69. 69 belədir. Radiusu ortasından ona perpendikülər çəkilən vətənin uzunluğu 6 santimetrdir. Qoy baxaq. Radiusun ortasından perpendikülər keçirsə, deməli bu yarıya bölünür vətər. Bu buna bərabərdir. Perpendikülər olan vətənin uzunluğu 6. Deməli 3-3-də bunlar. Düzdürmü? Nə tapım? Bu çevrənin xaricinə çəkilmiş düzgün üçbucağın sahəsi. Hələ çevrənin radiusunu tapaq. Deməli, bura olur O. O'dan bura olur R. Radiusun da tən ortasından çəkilir. Bura olur R bölə 2. Düzdürmü? Onda baxaq. Kök altda 3 bölə 2 R bərabərdir 3'dür. Niyəsini deyim mi? Bura R bölə 2 olanda bura 30 dərəcədir, burada 60 dərəcədir. 60 dərəcəlik bucaq olsun. Deməli onda R bərabərdir, 6 bölə kök altda 3, yəni burada neçə edir? 2 kök altında 3. R 2 kök altda 3. İndi bunun xaricinə düzgün üçbucaq çəkilir. Xaricinə düzgün üçbucaq çəkiləndə uşaq, bu R daxilə çəkilmiş radiusun şey olur da, bilirsiniz ki, düzgün üçbucağın daxilə çəkilmiş çevrənin radiusu A bölə 2 kök altında 3'dür. A bölə 2 kök altında 3'dürsə də A bərabərdir onda 2 kök altında 3 vuraq R-dir. O da bərabərdir 12'dir. Deməli A bərabərdir 12. Bunun da sahəsini soruşur. S bərabərdir kök altında 3 bölək 4 vuraq A kvadratı. Bu da 144 vuraq kök altında 3 bölək 4. Bu da 36 kök altında 3 var mı? D variantı. 71'e baxaq. 71 deyir ki, bu da 73'ü də qeyd eləmişəm, sonra dərsəm dolaşıq bir şey. Radiusu 6 olan çevrənin A nöqtəsindən uzunluqları AB və AC 6 kök altında 2 olan vətərlər çəkilmişdir. ABC üçbucağın sahəsini tapır. Hə, mən bildirmişim bunu. Tutmaq lazım idi bunu. Bu belə. A nöqtəsindən bir dənə AB, bir dənə də AC. İkisi də bir-birinə bərabərdir. AB, AC. Əsl axırlar, burası C.
İkisi de 6 kök altında 2'dir uşaqlar. Burada 6 kök altında 2'dir. Radiusda 6 olanlar. Bunları birləşdirəndə, A ilə S-ni. Bura 12 eləyir mi? Radiusları ucu nöqtəsindən birləşdirəndə. İndi fikir verin. Ola bilər ki, bu O nöqtəsi B ilə C və BC diametrinin üzərində olsun. Ola bilsin ki, O nöqtəsi biraz aşağıda ola bilər. Amma mən iddia edirəm ki, bu düz bucaq. Düz bucaqlı üç bucaqdır. Niyə? Çünki tərəfləri 6 kökdə 2, 6 kökdə 2, 12 olan üç bucaq, Pifagor terimi, tərs teriminə görə düz bucaqlı üç bucaq. Yəni bu düz bucaqdır. Bu da vətənə söykənir də. Söhbət ondan gedir ki, bu üç bucağın, görürsünüz, bərabər yəni düz bucaqlıdır. Bunun kvadratı ilə bunun kvadratı edir. Deməli, kök altda alanda 12 edir. Ona görə deməli, bu vətənə söykənir. Vətənə söykənəndə bu düz bucaqlı üç bucaq olur. Sudan sahəsini mi soruşur? Hə. Sudan sahəsi də bəllidir da. S bucaq bərabər 6 kökdə 2, bura 6 kökdə 2. Böyle 2, bu 36 var mı görür? Yan tərəfin uzunluğunu düz oxumalım elə bu. Neçədir? 71. ABC üçbucağın sahəsini tapın. 36'dır da, hə. Y variantı. Y variantı. Neçə olmalıdır? 71, hə. 73 səhər. 71. Keçirik 73-ə. Bu 73-ü niyəsə qeyd eləmişəm burada. Görək ilişməsə yaxşıdır şu an. Aha, görək yadıma düşəcək, düşməyəcək. Belə karandaşla çevrələmişəmsə de, ya oldu ki, nəsə burada var. Oxuyaq görək nə? Deyir ki, perimetri 6 olan bərabər yanlış bucağın yan tərəfin uzunluğu nə qədər olmalıdır ki? Bu törəmənin köməkliyindən demək. Perimetri 6 olan bucağın yan tərəfin uzunluğu, bura x. Burada 6 çıxar 2x. Üçbucağın sahəsi ən böyük olsun. Törəmənin tətbiqidir bu. Siz bu törəməni bilməyəcəksiniz. Bunda buradan sahəsi ən kiçik olsun. Sahəsi ən kiçik olan mən bilən bərabər tərəfli olmalı. Bərabər tərəfli olanda 2 tərəfi deyək neçə olmalıdır? Sahəsi ən kiçik olsun da. Ən böyük olsun. Ən böyük olan da var. Və əslində belə olmalı uşaqlar. Bura 3 çıxar x-dir. Sonra bu h-ı da buna deyirəm də, yəni nəsə çevrələmişəmsə deməli burada problem var. H-ı da bundan işarə edir, siz bunu bilməyəcəksiniz. Kök altında x kvadrat çıxar, 3 çıxar x-in kvadratı edir. Bu da kök altında çıxanda, toplayanda 3 vura, çıxanda da 2x çıxar 3 edir. Bax, bu h buna bərabər. Sonra biz bunu s, x-dan asılı belə yazırıq. Deməli, bu tərəf, yəni 6 çıxar 2x bölək 2 vuraq h. Kök altında 3 var 2x çıxar 3. Bunun törəməsini tapırıq. Və törəmənin böhran nöqtələrini tapırıq. Siz indi 3-cü 4-cü qrup olduğunuz üçün belə şeylər keçmirsiniz. Amma bərabər tərəfli olanda ən az olur. Ona görə də perimetri 6-dırsa, deməli x bərabər 2 olacaq. Y variantı. Ona görə uzatmıram bunu. Onun törəməsini tapmalıydıq. Törəməni sıfıra bərabər eləməliydik. Sonra həmin o böhran nöqtələrini tapandan sonra onun ətrafında törəmənin işarəsi müsbətdən mənfiyə, yoxsa mənfidən müsbətə dəyişdiyini tapmalıydıq və s. və ilə. Bunu indi o birisi qrup üçün həll edəcəm. Amma siz törəmənin tərtibi keçmədiyiniz üçün bunu burada sizə elədim. Nəzərə alın ki, sahəsi ən böyük olan bərabər tərəfli üçbucaq. Düzbucaqların içərisində ən böyük olansa kvadrat olacaq. Ona görə bunu yalnızda sağlayın. 75'ə keçək. 75 belə. Radiusu R olan çevrə 3 nöqtə ilə 1-1-2 nisbətində bölünmüşdür. 1-1-2. Deməli, belə bölünüb da K, 2K nisbətində bölünmüşdür. Bu bölgü o nöqtələrlə vətənlərlə birləşdirilmişdir. Birləşdirək. Aha. Alınan üçbucağın sahəsini tapın. Eğri də verir. Yəni yerdən ifadə edir. 1-1-2 nə demək? 4K-mız bərabərdir 360 dərəcə. Deməli, K bərabərdir 90 dərəcə. Başqa sözlə, burada 90 dərəcədir. Burada 90 dərəcədir uşaqlar. Bura isə 180 dərəcə.
Onda bu yarım seviye sökünün 90 olur, burada 45-45. Yani beraber yanı düzbucaq. Onda buraya 2 kere olur. 2 kere olanda bunu bölürəm kök altda 2'ye. Eğer kök altda 2 burada, eğer kök altda 2 de burada. Sahəni mi soruşursunuz da? S de beraberdir. Yazıram ki, onda ne olur? Eğer kök altda 2 vurar, eğer kök altda 2 bölə 2, bu da eğer kvadratı edir. B variantı. 77'ye baxaq. Görə 77-də nədir? Üçbucağın iki tərəfinin cəmi 8-ə bərabər. Və arasındakı bucaq da 30 dərəcəyə bərabərdir. Deməli, iki tərəfinin cəmi A-dır, B-dir, burada 30 dərəcədir. A üstə gələk B elədi 8-dir. Bu tərəflərin uzunluqları neçə olmalıdır ki, onun sahəsi ən böyük olsun? Tərəflərin uzunluqları neçə olmalıdırsa, bu da yenə törəm olacaq şu an. Bu x-dır, bura 8 çıxan x-dır. Onda s, x-dan asılı belədir. 2-də 1 vuraq, x vuraq, 8 çıxar, x vuraq, sinus 30 dərəcə. Bu, bunu sonra tan edin, sizə aidiyyatı olmasa da. Bu da 8x çıxar, x kvadratı bölək 4 edir. S, x-dan asılı. Sizə aid olmasa da o birisi qrupa aid, ona görə bax, S ştirik bərabərdir. Bu 4'də 1 burada durur, 8 çıxar 2x, bunu da vuranda 2 çıxar 2'də 1 x edir. Bərabər edirəm 0. Bərabər edəndə 0'a x bərabərdir 4 edir. İndi törəmən qiymətinə 4 böhran nöqtəsidir, törəmən qiymətinə baxırıq. Deməli, 4'dən əvvəl məsələn 3 götürür. 3 götürəndə törəmən müsbətdir. 4'ten böyükdə də mənfidir. Yəni, burada artır, bundan sonra isə azalır. Başqa sözlə, maksimum nöqtəsidir 4. Yəni, maksimum qiymətin 4 olmalıdır. Tərəflər neçə olmalıdır? 4 olmalıdır. A variantı. Törəmənin tətbiqi ilə araşdırılma vaxtı deyil. Keçirik 79'a. Görə 79'da nə var uşaqlar? 79'da da deyir ki, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 6'dır. Eğer bərabər 6. Daxili bucaqların sinusları 1 bölək kök altda 3, kök altda 3'də 2 və 1 olarsa üçbucağın sahəsini tapın. Deməli, onda şeydir da, düz bucaq sinus 1-dirsə, baxaq görək nə olur. Bak belə bir şeydir, belə bir şeydir. Sinus alfa bərabər 1 olanda alfa 90 dərəcə. Bu oldu 90. Keçirəm o birisinə. Deməli, bu nədir? Bax, bu A olsun, bu B olsun, bu B olsun. Bizə nə lazım idi? Sahə düsturu xaricə çəkib çevrəni də verir. Beşlə tapaqda tərəfləri. Bax, buna deyirəm alfa, buna da deyirəm beta. İndi bax, bu iki tərəfi tapıram. Sinuslar gərindən istifadə edəcəm. A bölək sinus alfa bərabərdir 2 uşaqlar. Alfa dərdə 1 bölək kök altda 3'ü nəzərdə tutar. Onda A bölək 1 bölək kökdə 3 bərabərdir 2 erimizdən 12. Onda A bərabər olur 4 kök altında 3 edir. Keçirəm. B bölək sinus beta'nın ise yine 2 erdir. Onda B bölək beta'nın sinusu da kök altında 3'də 2 deməkdir. O da 12 edir. Vuranda da B də bərabərdir. Kök altda 3 getdi. Kök altda 3 getdi. Mən 3'də 2 yazasım 12 yazmış. Hə. Kök altda 3 ilə 4 kök altda 3. 4 kök altında 6 da bu elə. Və salam hazırda katetlərin arasını yarsın. S də bərabər AB bölək 2'dir. Yəni 4 kökdə 3, vuraq 4 kökdə 6 bölək 2. O da bərabərdir. 48 kök altında 2, 48 kök altında 2 bölək. 24 kök altında 2 var mı? 4 kök altında 2. D variant. Yaxşı, gedək deyirsiniz. O görüm 81 nətərdir? Hə, 80 də bu tipdədir, 80'ə qədər yaparsınız.